Bir ölkə düşünün ki, bir kən benzin 1 manata dolur. Ölkənin bu başından o birisi başına sadəcə 10 manata düşürsünüz. Qaz, işıq, su, çörəyin və duzun vətəndaşa pulsuz verildiyi bir ölkə. Belə bir ölkə varmı dünyada? Var. Sizi Türkmenistana aparacağım, gözlərinizə inanmayasınız. Bize kanat beryen büyük insan var. Mahtum olayım danalığı kalvaya. Urkuda tan baykasından nurlan yar. Qarasız bir taraf Türkmenistan. Türkmenistan siyasi, iqtisadi, coğrafi və etnik baxımdan dünyanın çox fərqli bir ölkəsidir. Bu benim vatanım, benim vatanım. Bu benim vatanım, benim vatanım. Bu benim vatanım, benim vatanım. Bu benim vatanım, atı vatan. Qərb demokratiyasına nisbətən sərt bir siyasi mühit və idarəçilik sistemi var. Beynəlxalq əlaqələrin əsasını tərəfsiz siyasi xətt təşkil edir. Türkmenistan ən nüfuzlu insan haqları təşkilatları tərəfindən daim tənqid olunur. Amma nə hökumət, nə də Türkmen xalqı Qərb mediasındakı komik saydıqları xəbərləri önəmsəmirlər. Onlara görə ölkələrində tarixlərinə, milli kimliklərinə bağlı demokratik mühit var. Haqsız da deyirlər. Öz demokratiya modelləri ilə tarix səhnəsində iri addımlarla irəliləyə bilirlər. Orta Asiyada yerləşən Türkmenistanın 488.100 kilometr ərazisi, 4 milyon yarım əhalisi var. Torpaqlarının 80%-ni dünyanın ən böyük çöllərindən Qaraqum çölü təşkil edir. İnzibati ərazi bölgüsü 5 vilayətdən ibarətdir. Bu 5 vilayətin simvolları Türkmenistan bayrağında da öz əksini tapıb. Türkmenistanın əhalisinin 48%-i şəhərlərdə, 52%-i kəndlərdə yaşayır. İllər dövlətsizlik acısını yaşayan türkmənlər müstəqillik qazandıqdan sonra millət olaraq birləşə bildilər. Bir yoxlar ölkəsi idi Türkmenistan. Bu birliyin sayəsində hər şeyin var olduğu ölkə inşa edildi. Adeta bir möcüzəni gerçəkləşdirdilər. 1990-93-cü illərdə çörəyin belə tapılmadığı Türkmenistan bugün ən böyük buğda və pambıq istehsalçısıdır. Hər əyalətdə bir tekstil fabriki qurub, dünyaya ən keyfiyyətli tekstil məhsulları ixrac edir.
Orta Asiyanın neft-qaz nəhəngi heç bir xarici maliyyə təşkilatından borc almır. İxracatı idxalı dəfələrlə üstələyir. Ölkədə kənd təsərrüfatı və sənaye istehsalına əsaslanan planlı bir iqtisadi siyasət həyata keçirilir. Möcüzəni gerçəkləşdirən adam, şair, yazar, mühəndis, sayğılı dövlət adamı Türkmənbaşı Saparmurad Niyazov. O 1991-ci ildə müstəqilliyini qazanan Türkmənistanın taleyində bir dönüş nöqtəsidir. Yetimxanadan Oğuz xan sarayına qədər yüksəlməyi bacaran adam öz taleyi ilə birlikdə ölkəsinin, xalqının taleyini də dəyişdi. Beyk serdarım, kudreti üçlü beyk Allah'ın Türkmen toprağının haki vekilidir. Bak beyk serdarım Cemşid'in camıdır. Bak beyk serdarım adaletin kanatıdır. Türkmənbaşı 1940-cı ildə sadə bir fəhlə ailəsində dünyaya gəlib, hələ 3 yaşından atasını itirir. 1948-ci ilin dəhşətli Aşqabad zəlzələsində anası və 2 qardaşı həlak olur. Yerlə bir olan evdən sadəcə o canlı çıxmışdı. Sonralar yazdığı ruhnamə əsərində yaşadığı o ağrılı-acılı günləri belə xatırlayır. Yıxılan evimizin dağıntılarının üstündə oturub, hələ 8 yaşımı tamamlamamış uşaq ağlımla düşünürdüm. Bu formada 6 gün gecə-gündüz oturdum. 7-ci gün gəldilər, ölən anamı və qardaşlarımı aparıb İmam Kazım məzarlığında dəfn etdilər. O gün uşaqlığımın bitdiyini anladım. And içdim, sizin gerçəkləşdirə bilmədiyiniz xəyallarınızı mən gerçəkləşdirəcəyəm. Məqsədimə çatacağam. Əvvəl uşaq evində, daha sonra isə uzaq qohumlarının yanında böyüyür. Bütün çətinliklərə rəğmən Leningrad Texniki Universitetindən mühəndis ixtisası ilə məzun olmağı bacarır. Mühəndis kimi çalışır. Daha sonra Komünist Partiyasına üzv olur. 1985-ci ildə Türkmənistan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi. 1991-ci ildə müstəqilliyini qazanan Türkmənistanın prezidenti seçilir. 1993-cü ildə özünü Türkmənbaşı elan edir. Türkmənbaşı 2006-cı ildə ürək tutmasından qəfil vəfat etdi. Amma ölənə qədər 8 yaşında içdiyi andını heç unutmadı. Özündən sonra güclü bir Türkmənistan qoyub getdi.
Paytaxt Aşqabad ölkənin inkişafının güzgüsü kimidir. Aşiqlərin şəhərinə ayaq bastığınız andan modern binalara, yollara, abidələrə və təmizliyə heyran olacaqsınız. Aşqabad bir rəssamın çəkdiyi gözəl şəhər tablosu kimidir. Bu tablonun korlanmaması üçün şəhərin arxitekturasına böyük önəm verilir. Türkmenistanın paytaxtı dünyada ən çox ağ mərmərlə örtülü binanın olduğu şəhər kimi Ginnesin rekordlar kitabına düşüb. Şəhərdəki 543 binanın ümumilikdə 4,3 milyon kvadrat metr sahəsi ağ mərmərlə örtülüb. Buna görə Aşqabada ağ şəhər də deyilir. Aşqabadda nəqliyyat çox rahat və ucuzdur. Şəhərin istənilən yerinə asanlıqla və uyğun qiymətə gedə bilərsiniz. Şəhərdə çox sayda abidə var. Bu qədər çox abidə olmasının səbəbi Türkmən tarixini, milli kimliyini və ən əsası azadlıq hissini gələcək nəsillərə ötürməkdir. Məşhur çöl bazarı Türkmən ənənələrinin bütün rəngləri ilə yaşadığı egzotik bir yerdir. İpək yolu üzərindəki bazarda özünüzü zaman tunelində hiss edəcəksiniz. Tarixin bütün künc bucaqlarına səyahət etmək imkanınız olacaq. Oğuzlardan Səlcuqlara, Osmanlıya qədər uzanan bir tarixin şahididir çöl bazarı. Həftənin 4 günü işləyən bazarda iynədən sapa qədər hər şey tapmaq mümkündür. Çöl bazarı ilə yanaşı Aşqabadda modern alış-veriş mərkəzləri də az deyil. Bir çoxu türk şirkətləri tərəfindən inşa edilən bu mərkəzlərə türkmənlər sövda mərkəzi deyirlər. Türkmenistan paytaxtım, min alqış Türkmen başa, açtı Türkmenin baktım. Ak mermerden qurudur ya, Türkmenistan paytaxtım.
kışkırıp men başa açtı durup menin bahtım tarifimim tölvimin kendi şirin dağılın aylar elin cakanım yakınlığa bilin tarifimim tölvimin kendi şirin dağılın aylar elin cakanım yakınlığa bilin aşkabara aşamlarım Gödürdüm bir koşu Aşkabana aşamlarım Kalbim yürüyünce aşır Aşkabana aşamlarım Gödürdüm bir koşu Aşkabana aşamlarım Kalbim yürüyünce aşır Aşkabana aşamlarım Gödürdüm bir koşu Aşkabana aşamlarım Kalbim yürüyünce aşır Aşkabana aşamlarım Gödürdüm bir koşu Aşkabana aşamlarım Kalbim yürüyünce aşır Aşkabana aşamlarım Gödürdüm bir koşu Aşkabana aşamlarım Kalbim yürüyünce aşır Aşkabana aşamlarım Gödürdüm bir koşu Aşkabana aşamlarım Kalbim yürüyünce Türkmenistanda adət-ənənələrin, milli kimliyin ən çox qorunduğu, yaşadıldığı məqam toydur. Atalar ənənəvi dul çörək kəsir, gənclər üçün dua edirlər. Yeni bir ailə qurulur. Cumanəzərlə Mehri Türk Dünyası ailəsinə daxil olurlar. Otağın bir küncündə üzünü gizlədən Mehriyə ənənəvi türkmən gəlinliyi geyindirilir. Birazdan o, bu evdən gəlin köçəcək. Türkmenistanda ailə quran gənclər mütləq müstəqillik abidələrini ziyarət edirlər. Tarixlərindən, milli kimliklərindən qopmayacaqlarına söz verirlər.
Orta Asiyanın ən böyük məscidlərindən biri olaraq bilinən Qıpçaq məscidi 2004-cü ildə ibadətə açılıb. Əşhədü ən la ilahə illallah. Məscidin 18.000 kvadrat metr sahəsi var. Divarları 55, 4 minarəsi isə 80 metr hündürlüyündədir. Əşhədü ənnə Muhammədən Rəsulullah. Məscidlə bərabər Türkmənbaşı və ailə üzvlərinin dəfn edildiyi məqbərə də yer alır. Əşhədü ənnə Muhammədən Rəsulullah. Aşqabadın 18 kilometr qərbində yerləşən Nissa, Parfiya Krallığı Sarayı UNESCO tərəfindən qorunan tarixi mədəni iz siyahısında yer alır. Ərazilər eramızdan əvvəl 3-cü əsrin ortalarından eramızın 3-cü əsrinə qədər mövcud olmuş qüdrətli Parfiya Krallığının ən vacib şəhərlərindən biridir. Ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində şəhərin qala divarları və krallığın nəhəng sarayının qalıqlarını tapmaq mümkün olub. ...1971-ci ildə Rus elm adamları Türkmənistanda təbii qaz axtarışı apararkən 70 metr diametrində bir kraterə rast gəldilər. Derveze mahalında olan bu krater 1971-ci ildən bəri aralıqsız olaraq yanmaqdadır. Bu xüsusiyyəti sayəsində ölkənin əhəmiyyətli turist çəkən nöqtələrindən biridir.
Türkmenlərin çox böyük bir at sevgisi var. Axaltəkə adlanan at cinsi dünyada çox məşhurdur. Bakıp gözüm husnuna aklımdan juda bolyan Kurbanım min ağzına uğrumda del bolyan Dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov bu at cinsinin inkişafına xüsusi önəm verir. Ölkənin 5 vilayətində at yetişdirmə mərkəzləri yaradılıb. Berdiməhəmmədovun at sevgisini bilməyən yoxdur. Ayken Türkmen gıybının evi ovadan bolyar Dodakları kim başı bedi ovadan bolyar Türkmenistan dünyada at nazirliyi olan yeganə ölkədir. Bayramlardan birinin də adı at bayramıdır. Gıybının evi ovadan bolyar Ayken Türkmen gıybının evi ovadan bolyar Evi ovadan bolyar Bayramları bol olan ölkədir Türkmenistan. Müstəqillik günü və tərəfsizlik bayramı xüsusi coşqu ilə qeyd edilir. Türkmenbaşı ruhnamədə Türkmen xalqına iki böyük dostum var deyir. Heç vaxt səndən üz çevirməyən, dönəklik etməyən, səni yarı yolda qoymayan iki böyük dostum var. Bunlar vətən və millətdir. Vətəninin dostluğunu unutma, millətinin dostluğunu unutma.